Hər vaxtınız xeyir olsun. Biz keçən dəfə atribut cədvəldə Calculate fildi bitirdik. Bugünkü dərsimiz isə Calculate geometri olacaq. Calculator geometriyə keçid etdik keçən dəfə, ancaq detallı izahı bu dərsimizdə verəcəyik. Bizim mövcud maraq nöqtələrimiz var idi və orada müəyyən sütunlar yaratmışdıq. O sütunlardan sildik, XY sütununu saxladıq və bir də əlavə olaraq XY sütunu, belə bir birlikdə sütun yaratdım. Səbəbini izah edəcəm. Bir də digər iki dənə layerimiz var ki, xətti və sahəvi layerimiz. Onları da burada yerləşdirdik ki, bunların da sütunlarında o kalkulator geometride müəyyən qədər fərqlər yaranır. Onu da sizə göstərə bilək. Maraq nöqtələrindən başlayaq. X koordinatını hesablamaq üçün dedik, nə edirik? Üzərində sağ düymə vurub kalkulator geometri eləyib, maraq nöqtələrini buradan seçirik. Burada da hansı sütuna yazacaqsa, nə hesablayacaqsa onu göstərir. X sütunudursa point X koordinat seçirik. Desktopdan fərqli olaraq burada bir dəfəmə bir pəncərə kalkulator geometri açmaqla bir neçə sütuna informasiyanı avtomatik yaza bilərik. Desktopda ancaq yalnız bir sütuna məlumat yaza bilirdik. Bunda isə bir neçə sütunu birdən yaza bilirik. Bu yaxşı əslində funksionallıqdır. Yaxşı belə olmağı daha yaxşı oldu. Y sütununu seçib, burada da point Y koordinat seçirəm. Və üçüncünü də seçirəm. Tamam, burada da izahını verim elə. X, Y nədir? İki sütunu, daha doğrusu iki koordinatı bir sütuna yazmaqdır. Ancaq burada bir məqam var. Point X sütunu və Y sütunlarının tipini mən double yaratmışdıq, yadınızdadırsa. X, Y sütun, yəni iki koordinatı bir sütuna yazmaq istəyiriksə, bu sütunu gərək biz double yox, gərək text formatında yaradaq ki, tipində yaradaq ki, o ikisini də hesablayıb oraya yazsın. Daha doğrusu funksiyanı bir aşamada keçəcəyik. Burada koordinatın formatını seçə bilərik, hansı koordinat formatında olsun. Burada isə koordinatımızı seçəcəyik. Biz sözsüz ki, Bakıdır və 39 endə işləyirik VC84-də. Burada başqa layerlərin koordinat sistemini seçə bilərik. Zaten hamısında eyni olduğuna görə bunu dəyişmirik. Dəyişmək istəsək də burada select koordinat sistemindən girib seçib dəyişə bilərik. Biz 39 endi favorite seçmişik deyə burada qalıb və burada da avtomatik olaraq özü seçibdir. OK düyməsini vuracağım. Bu environment-ı sonra izah edəcəm sizə, bu aşamada deyil. Və bu formada OK düyməsini vururuq və avtomatik olaraq 3 sütunda hesablamanı edib bizə məlumatları göstərir. Artıq bunu gördünüz. Düşünürəm ki, digər hissəsi də bu idi ki, seçib calculate eləmək olar. O zaman seçdiklərimizin kalkulator eləyib yazacaq. Bunu keçən dəfəki videoda qeyd elədim. Clear eləyirəm. Maraq nöqtələrini X-lə bağlaya bilərəm, amma qalsın bizə mane olmur. Keçək yolun mərkəz xəttinə. Yolun mərkəz xətti deyildə, yəni line tipli layerə keçid edirik. Burada nə imkanlar var? Sağ düymə vururuq. Kalkulator geometride artıq burada funksionallıqlar daha çoxdur. Burada başdan başlayaq. Bu uzunluğu verir bu ikisi. Bir geodezik uzunluq verir. Bu line bearing əslində xəttin başlanğıcından sonuna qədər olan A nöqtəsindən B nöqtəsinə də belə deyək, bucağı hesablayıb göstərir. Bu neçə hissədən ibarətdir. Multi-line olanda bu daha çox effektiv verir. Üzərində olan nöqtələrin sayını verir, üzərində olan bucaqların sayını verir. Line start, X line start, Y bu nədir? Yəni düz xətt olduğuna görə düz xətti elə bir ki, təsəvvür edeyim. Bunun başlanğıc nöqtəsinin koordinatını verə bilir. End point bu hissədir. End pointinin koordinatını verə bilir. Burada göstərir line end. Bir də mərkəzi hissəsinin koordinatını verə bilir. Centroid. Bir də mərkəzi iki cür verə bilir. Əgər bu belə oval formasındadırsa, bu xəttin, daha doğrusu bu bucağın orta nöqtəsini verir. Yəni nöqtəni bura atır. Daha doğrusu nöqtə atmır. Bu mərkəz hissəsinin koordinatını verir. Bir də var ki, düz xətti A nöqtəsindən B nöqtəsini hesablayır və onun orta nöqtəsi hara düşürsə o nöqtənin koordinatını verir. Central point odur.
Deməli, sonra bir də minimum x koordinatı var, maksimum x, y koordinatı. O da ən kiçik və ən böyük koordinatı hesablayıb deyə bilir bizə. Uzunluq baxımından zaten burada var. Biz də hesablaya bilərik. Uzunluğu verib line unitsdən metrajını verə bilərik. Fərqli olaraq, məsəl üçün burada metrdən verirsə, biz düzdür kilometrdən effektiv olmayacaq. Çünki xəttlər çox balaca xəttlər də var. Ona görə elə metrdən də verə bilərik. Burada zaten koordinat sistemini seçə də bilərik, əslində seçməyə də bilərik. OK düyməsinə vursaq, zaten onu hesablayacaq. Test sütununda bu rəqəmləri hesapladı bizə dedi. Bu sütunda da zaten avtomatik veribdir. Burada xüsusiyyətlərdən girib onu bilmirəm, baxın burada uzunluğunu biz burada dəyişə bilirdik əvvəlkində. Bunu heç cəhd eləməmişəm. Bir dənə yoxluyum. Deməli, bu hissədə elə number formatda numerik var. Numerikdən gəlib, buradan biz bunun sayını nöqtədən sonra neçə rəqəm olsun istəsək 0 da verə bilərik və yaxud da 2 də qoya bilərik. OK düyməni vurub save etsək, burada da zaten tam rəqəmləri özünü göstərəcək. Vergüldən sonra rəqəmlər var idi. Biz bunu bu formada bu hala sala bildik. Və yaxud da ki, özümüz də hesablayıb burada kalkulator geometri ilə biz burada uzunluğunu verə bilərik. Ölçü vahidini də metrlə istəsək, digər ölçü vahidlərlə də istəsək verə bilirik. Uzunluqla bağlı bu qədər. Sonra keçək deməli digər məsələlərə. Burada nə var başqa? Deməli uzunluqdan sonra bu bucağı göstərir. Məsəl üçün seçirəm bunu test sütununda OK düyməsini vururam. Bu bizim üçün nə hesablayacaq? Bu elə bir ki, xəttin özünün bucağını hesablayacaq. Məsəl üçün bu xəttin özünü götürürəm. Seçimlər bölməsinə keçid edirəm. Baxıram ki, bunun deməli bucağı 37 dərəcədir. Yəni buradan bura olan xətti belə bir xətt çəkir. Tutaq ki, buradakı olan bucaq 37 dərəcədir. Bu onu göstərir. Həmin bucağı göstərir. Bilmirəm nə üçün lazım ola bilər, amma yəni bu funksionallığı da burada yerləşdiriblər. Sonra sağ düymə vurduq, kalkulyator elədik. Nə gəlir? Number of parts burada effekt verməyəcək. Number of vertex-i seçək. OK düyməsini vururam. Yaxınlaşdırırıq elə bu xəttin özünə. Bu xətti seçirik. Sağ düymə vururam. Edit vertex eləyirəm. Burada vertexlərin sayına baxıram. Məsəl üçün burada nə qədərdir? 17 dənə. Burada nə qədər göstərib? 8 dənə. Yox, bu o deyil. Bu seçilmiş bölümünə gəlirik. Bu seçdiyimiz xətt budur. 17 dənə nöqtə var. Həqiqətən də həmən burada sketch propertiesdə 17 dənə nöqtənin olduğunu təsdiqləyir. Sonra burada hansı funksiyonallıqlar var? Ümumi bölümə gəlirik. Sağ düyməni vururuq. Kalkulyator geometridə xəttin üzərində nöqtələrin sayını dedi. Bucaq varsa, bucaq kimi çəkilibsə onu göstərəcək. Yoxdur, hamısında 0 olacaq bizdə. Line start coordinate, bunu deməli deyim sizə izah elədim bayaq. Nöqtənin, xəttin daha doğrusu, bu xəttin şərt işarə biz bayaqlarını vermişdik. Niyə vermişdim? Çünki istəyirdim ki, oxla göstərsin ki, start point, end point haradır. Bunun start pointi budur, end pointi də budur. Burada line start x coordinate desək, bu nöqtənin koordinatını yazacaq atributuna. End point desək, bu nöqtənin koordinatını yazacaq. Center maraqlıdır. Centroid x coordinate yazıram. Burada sütunun adını seçirəm. X sütunu. Burada Y sütununa da centroid Y koordinate seçirəm. Və OK düyməsini vururam. Bu dəfə mənə koordinatlarını hesablayıb burada yazacaq. İndi hansına yazdı? Digərlərini yazmadı. Niyə? Çünki bu xətt seçiliydi ona görə. Seçilmiş olan xəttin koordinatını yazdı. Maraq üçün, daha doğrusu test üçün sağ düymə vururam, xətti nöqtəni götürüb burada absolute x, y eləyirəm. Düzdür, bu mövzunu keçməmişəm, amma buradan göstərəcəm. 399, 051, 051 və nöqtədən sonra 66, 75, 54.
və aşağıda 44 71 432 və nöqtədən sonra 249 099 099 enter düyməsini vururam və gördüyünüz kimi bu xəttin mərkəzi hissəsi bucaq formasında olduğuna görə bu nöqtəyə atdı və sonra biz hesablayıb xəttin özünü seçməmişəm, seçirəm yenidən xəttin özünü və xəttin özünü seçdik və kalkulyatordan təzədən bu xəttlərdə hesablayacağıq central point x koordinat, central point y koordinat. OK düyməsini vururuq. Yalnız bunda bu hesablamanı eləyəcəm, digərlərini hesablamayacağım və yenidən deməli create eləyib bir də maraq nöqtəsini götürüb sağ düymə vururam. Absolute x y eləyirəm. 399 060 nöqtədən sonra da 237 987 44 71 441 sonra 94 deməli 13 92 enter düyməsini vururam. Və bu zaman da əgər düz yazdıqsa, deməli növbəti xətti isə bu iki xəttin startdan endə qədər olan mərkəz. Əslində bu hissəyə qoymalıydı. Niyə görə bura qoydu? Ola bilsin hansısa rəqəmi səhv yazdı orada. Önəmli deyil. Əsas odur ki, yəni bu da o xəttin üzərində hesablayıb mərkəzi hissəsi hara düşürsə, o nöqtəni ora atır. Discard edib dəyişiklikləri atment eləyirəm, yaddaşa vermirəm və ümumi hissəyə gəlirəm. Burada sağ düymə vurduq. Burada başqa nə qaldı? Kalkulyator geometridə. Demək olar ki, heç nə qalmadı. Maksimum minimum bunlar da aydın məsələdir. Qeyd eləmirik. Bunu da bitirdik. Xətti layerdə gəldik sahəvi layerə. Sahəvi layerdə yenə də sahəni və uzunluğu hesablamaq olar. Type sütunu içi boşdur. Burada elə bunu baxaq, sağ düyməni vuraq görək. Burada hansı funksiyonallıqlar var? Burada da yenə sahə var, perimetr var. Bunları hesablaya bilərik. Neçə hissədən ibarətdir? Nöqtə sayı bunlar aydındır. Bunu da line-da var idi. Centroid deməli x, y bunları da dedik. Bir dənə burada fərqli olan hostdur. Bu nədir? Bunu seçirəm. OK düyməsini vurmamışdan öncə, amma bunu mən izah edeyim, sonra qeyd edeyim. Məsələn, burada hansısa bir tikilini seçirəm. Tutaq ki, bu tikili. Mən bu tikilinin üzərində cut poligonla müəyyən dəyişiklik eləyəcəm. Göstərəcəm nə etdiyimi. Buradan kəsirəm, buradan da belə kəsirəm. Sonra deməli seçib bunun içərisini silirəm. Bunu da seçib merge edirəm və OK düyməsini vururam. Və merge edirəm. Və beləliklə bu tikili tam bitişdi, bir tikili oldu, bir kontur oldu və içində boşluq oldu. Və bunu sonra nə edəcəyik? Biz deməli tikililərdə ümumi siyahı gəlsin. Burada bir dənə kalkulyatorla sağ düymə vurduq. Kalkulyator geometri ilə number of holes OK düyməsini vururam type sütununda. Və düzdür, kalkulyator ümumiyyətlə desktopda da biraz ağır işləyirdi, amma Pro'da da sürətli işləmir, ağır işləyir burada da. Və burada gördüyünüz digərlərin hamısı sıfırdır, amma bunu seçək, görək bunun atributuna nə yazıb type sütununda? 1 yazıb. Yəni o deməkdir ki, bu kalkulyatorda holes tikilinin və yaxud fərqi yoxdur, poligonun içində neçə dənə boşluq varsa, onun sayını müəyyən edib, hesablayıb yazır. Yəni bunun içində bir dənə boşluq var, onu da hesabladı, bizə qeyd elədi. Deməli, yaddaşa vermirik, discard edirəm, yes edirəm, dəyişikliklər silinsin və atribut cədvəldə sağ düymə haqqında bu qədər. Bu bölüm yaddan çıxıbdır, bu bölümdən müəyyən funksiyonallıqların hamısını növbəti videoda
keçib bununla da atribut cədvəli yekunlaşdıracaq. Sağ olun, videoları bəyənib paylaşmağı unutmayın.